Araz Naxçıvan oyunu ilə bərabər bir neçə mövzuya toxunacağıq. İlk öncə amma istəyirəm Araz Naxçıvan oyunu ilə bağlı fikirlərimizi çatdıraq. Oyunun ilk hissələrindən Neftçi komandası dominant futbol oynayırdı. Bunu oyunla görmək olardı və bu sürətli oyun əslində çox gözəl görsənir. Bir Neftçi azarkeşi olaraq Neftçini belə bir oyunu görəndə mən sevinirəm. Hücumların ardı arası kəsilmirdi ki, oyunun artıq 15-ci dəqiqəsində biz Rıza Balanın təhlükəli zərbəsini gördük. Qapıya təhlükəli zərbə gəldi. Səhv eləmirəmsə 16-cı dəqiqədə artıq Basalu Sambu artıq hesabı açmağa nail olmuşdu. Çox yerində vurulmuş gol idi. Simakala 2 gol vurdu Piriçə. Yəni bu elə bir qapıçıdır ki, mənim şəxsi fikrimdir, düşüncəmə görə bu Premyer Liqada heç bir kluba lazım ola biləcək qapıçı deyil. Yəni biz düşünürük ki, Karvan bu oyununla Premyer Liqada artıq divizyona düşə bilər. Yəni daha böyük ehtimalı var. Karvan inanırsız, Karvana da təqdim eləsələr bu qapıçını Karvan götürməzlər. Araz Naxçıvanın dayaq yarım müdafiəçilərin hesabına daha yaxşı oyun göstərdilər. Ən əsas da orada biz Coşqun Diniyev və Əhmədzadə var, gənc istedadlı futbolçu. Həm hücumda, həm də ki müdafiə planında çox əla oynadılar və bunun səbəbi olaraq da Neftçi komandasının hissə-hissə gələn hücumlarının, dalğa-dalğa gələn hücumlarının qarşısı alınırdı və əks hücumlar qurulurdu. Gərək Eminin qoluna. Təəssüratım mənim də offside oldu, amma oyunun təkrarına, yəni həmin epizodun təkrarına baxdıqda görürük ki, burada Slavik Alxasovun ayağı offside pozur və bunun nəticəsi olaraq Neftçinin ikinci qolu hesaba alındı və biraz çaşdırıcı məqamdır. Bəzi insanlar düşünə bilər ki, ağzı göyçəklər artıq bəlkə də sosial şəbəkədə bu barədə yazırlar, amma bu heç də xoşa gələn bir şey deyil. Yəni zirə oyunundan fərqli olaraq bu epizodun təkrarı da göstərildi və göstərildi ki, burada offside yoxdur. Yəni hakimlər Neftçiyə kömək eləmiş olmadılar. Bunu qeyd eləmək istəyirəm. Oyunun ikinci hissəsinin ikinci etapında, yəni 70-ci dəqiqədən sonra biz artıq Araz Naxçıvan komandasının tam müdafiəyə oturduğunu gördük və əks hücumlara bel bağladığını görürdük. Ancaq komanda müdafiə planında o qədər güc itirmişdi ki, onlar əks hücuma belə çıxa bilmirdilər. Və bunun nəticəsi olaraq Neftçi hücum planında müəyyən epizodlar yaratdı və orada dirəkdən dönən top, eyni zamanda həmin vaxtı İmam Fəracın boş qapıya o topu vura bilməməsi və s. Axır, həm də qeyd eləmək istəyirəm, bir dənə də boş qapıdan Patrik Andrade topu çıxartdı. Bu oyunun ilk hissəsinin elə ilk dəqiqələrinə təsadüf edirdi. Bunu da qeyd eləyək ki, yaddaşımızda qalsın. Əziz Neftçi azarkeşləri, bəli, bugün 2-2 oldu, yenə xal itirdik. Amma səbr eləmək lazımdır. Bu komanda ümid verir. Bu komanda ümid verir ki, bu komandada nəysə olacaq. Sadəcə olaraq səbirlə gözləyib, necə deyərlər, bəli, müəyyən etapdan sonra artıq səbir kasası dolur. Mən də başa düşürəm. Mən də sizin kimi, mənim də bir səbrim var. Bir azarkeş olaraq səbir kasamız dola bilər. Amma hələ ki səbr eləmək lazımdır. Çünki mövsümün başa vurmamışıq. Artıq biz Avroliqa üçün vəsiqələr verən yerləri tuta bilərik. Komanda oturuşa bilər. Yeni transferlərimiz gəlir. Yeri gəlmişkən bu Nigeriyalı transfer Meteo pis oynamadı, xoşuma gəldi. İman Fərəc oyununu göstərməyə başlayıb. İlk turlarda mən deyirdim ki, bunu naxal almışıq da, bunu aparaq qaytaraq. Amma görünən odur ki, yox, adam formaya yığır, öz formasına qayıdır və bizim təsəvvürümüzdə yaranan İmad Fərəc olmağa başlayır və düşünürəm ki, o artan şkalada da gedəcək və komanda üçün əvəzsiz futbolçulardan biri olacaq. Samir Abbasov ola bilər ki, komandanı start 11-liyini otuzdurmaq istəyir. Yəni, biz azarkeş olaraq artıq göz yumulu bilməyimiz istəyir ki, komandada, oyunda kimlər oynayacaq, hansı sistemlə, hansı startda kimlər başlayacaq. Hələ ki, onu otuzdurmağa çalışır, bəlkə onun üçün biz o birisi oyunculara daha az şans verildiyini görürük.
Çox güman ki, biz çox keçməz Avrokubokların əsas mərhələsində komandamızı oynayan görəcəyik. Bu çox yaxşı bir hal olacaq. Abubakar isə xoş gəlib. Abubakar xoş gəlib. Düşünürəm ki, çox faydalı bir oyuncu olacaq və bizim hücum planında o axsaqlığımızı aradan qaldıracaq və şans versək yaxşı olacaq. Bir hücum planında Abubakar özünü doğrultsa artıq yaxşı olacaq. Bir də düşünürəm ki, qapıcı məsələsində öz qapıcılarımıza şans versək, düşünürəm ki, həm milli komandaya, həm də öz Neftçimiz üçün yaxşı qapıcı qazandırmış olarıq. Mənim fikirlərim bu qədər idi. Nələrsə demədimsə, onu siz deyin, şərh bölməsinə qeyd edin. Komandamız haqqında fikirlərinizi oxuyuram, maraqlı gəlir. Siz də öz fikirlərinizi yazın. Videolarımız əgər xoşunuza gəlirsə, bu videoları paylaşaraq mənə dəstək ola bilərsiniz və bu özü də mənim üçün böyük bir motivasiya olur. Hələlik deyirəm, qismətsə görüşərik.